Salam, hər vaxtınız xeyir. Mən Ahəq Tədris Mərkəzinin informatika müəlliməsi Aytaç Vəliyeva. Bu günlərim sizlə magistratura səviyyəsinə düşmüş belə bir qəbul sualı ilə qarşınızdayıq. Bunun izahına bir yerdə baxacağıq. Sualımız Microsoft Excel proqramına aid bir sualdır və sualda deyir ki, belə bir cədvəl fraqmentinə əsasən A4 xanasının qiymətini hesablayın. Və biz də görürük ki, A, B, C sütunları və onlara uyğun xanaların içərisində müəyyən qiymətləri verilir. A4 xanasında isə if adlanan məntiqi funksiyanı bizdən soruşur. If məntiqi funksiyasının daxilində isə baxırıq sum, product of power adlanan riyazi funksiyalarımız var. İlk öncə biz if məntiqi funksiyası necə işləyir, bir ona baxmalıyıq. İlk öncə ifin içərisində birinci yerdə şərtimiz dayanır. Onsuz da ifin elə mənası şərt deməkdir. Birinci yerdə şərt dayanır. Daha sonra isə əgər bizim bax bu şərtimiz ödənirsə, birinci yerdə duran prosesi, yəni true yerində olan, baxın burada olan true olduğu zaman həll edilir. İkinci yerdə əgər şərtimiz ödənməzsə, false olan prosesi həll edəcəyik. Yəni baxın bu hissədə olan isə false-a aiddir. İlk öncə biz baxırıq bu şərtimizi həll etməyə. Şərtdə nə verir bizə? Deyir C3 xanası, yəni baxın burada duran 4 böyük bərabərdir sum A2 B3. Yəni A2 və B3 xanaların cəmindən böyükdürmü C3 xanası? İlk öncə baxıram A2 xanamın qiyməti neçədir? 1. B3 xanamın qiyməti neçədir? 2. Mən nə edəcəm indi? 4 böyük bərabərdirmi? 1 plus 2-dən. Yəni neçədən? 4 böyük bərabərdirmi 3-dən? Deyəcəm, bəli. True. Həqiqətən 4 3-dən böyük bərabərdir. Ona görə birinci yerdə duran, yəni true hissəsində duran product adlanan riyazi funksiyanı həyata keçirdəcəyik. Product bu arada riyazi funksiya, yəni hasil funksiyasıdır. Xananın içərisində olan A1 və B2-nin qiymətlərini bir-birinə vuracağıq. Gəlin bir yerdə həll eləyək. Baxıram, A1-in yerində neçə durub? 5. B2-nin yerində neçə durub? 6. Vuracam 6-ya, alacam cavabım neçə? 30. Deməli, mənim A4 xanamın qiyməti neçə oldu? 30.